Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli izləyicilərim. Yeni ildən, yeni gündən, yeni bir vloqdan xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Şükürlər olsun, bizlər də yaxşıyıq. Biraz gecikmiş vlog ilə gəlmişəm, amma artıq baxıram ki, hər kəs yeni il vloqunu paylaşıb. Məndə isə hələ indi imkan oldu paylaşmağa. Vlogumun gecikməsinin iki səbəbi var. Onlardan birinin nəvəm Fuadın bizdə olmasıdır. Yəni il girəndən bayramı öz evlərində keçirdi. Daha sonra yanvarın biri gəldi və bir neçə gündür ki, artıq bizdədir. Və ona görə də vlogumu montaj eləməyə vaxtım olmadı. Allah saxlamış, maşallah. Çox aktiv uşaqdır. Yəni heç cür səssizlik olmur da evdəki. Mən oturum sakit bir yerdə vlogumu montaj edim. Yəni eybi yox tək ki Fuadımın səsi gəlsin evdən. Mən vlog çəkməsəm də, vlog paylaşmasam da olar. Və ikinci səbəb isə vlogumun çox uzun olmasıdır. Elə bir neçə saatlıq vloq idi. Mən onu montaj edərək cəmi 40 neçə dəqiqəlik vloq, yəni nə qədər kəssəm də 40 neçə dəqiqəlik vloq alındı və uzun vloqlarda montaj eləmək biraz çətin olur. Yəni bunu video çəkən qızlar bilir. Və mənə elə gəlir ki, ilk dəfədir ki, mənim kanalımda bu cür uzun vloq paylaşacağam. Yəni çox da tam da kəsmədim, dedim eybi yox. Bir dəfə də uzun bir vloq olsun. Həm də bilirəm ki, bir çox izləyicilərin uzun vloq sevir, izləməyi sevir. Və ona görə də çox qısaltmadan necə var saxladım. Və yeni illə bağlı nə çəkmişəmsə, yeni il günlərində, yəni bayram günlərində nə çəkmişəmsə, hər birini detaylı çalışmışam çəkməyə və sizə təqdim eləyirəm. İnşallah ki, sevərək, bəyənərək izləyərsiniz bu vlogumu da. Və vloquma belə balacalarımıza hədiyyə düzəltməklə başladım. Və ötən vloqlarda yadınızdadırsa qeyd etmişdim ki, böyüklərə heç bir hədiyyə hazırlamayacağam. Bir tək balacalarımız üçün hazırlayacağım. O da ailədə, yəni ən yaxınlarımızda 4 balacamız var. 2 qardaşımın uşağıdır. Bir öz nəvəmdir Fuadım. Bir baldızımın nəvəsidir, bir də bacımın nəvəsidir. Təəssüf ki, bacımın nəvəsi burada deyil, Almaniyada yaşayırlar. Ona görə də ona hədiyyə hazırlaya bilmədim. Amma digər 4 uşağa belə hədiyyələr hazırladım, təqdim elədim. Çox dedim, bayram əsasları yeni il nəysə ən çox uşaqların haqqıdır sevinmək. Ona görə də böyüklər elə də vacib bilmədim. Elə dedim, uşaqlara əsas sevindirim. Və baldızımın nəvəsinin hədiyyəsini öncədən ad günündə təqdim etmişdim. Qalmışdı 3 balacamız. Onların da hədiyyəsini indi düzəldib göndərdim. Düzdür, ürəyimdən keçirdi ki, əlavə hədiyyələr də alım. Geyim kimi, oyuncaq kimi falan belə hədiyyələr də alım. Amma ki, təəssüf ki, bilirsiniz, dekabr ayı həm bayrama görə, həm də ki, ümumiyyətcə bir çox ad günlər dekabr ayında olduğuna görə çox rasxod olunmuşdu deyə o qədər, yəni gücüm çatmadı bir sözlə başqa hədiyyələr də alım. Dedim elə heç olmayaq, belə şirniyyatlarla olan bir hədiyyə düzəldim, göndərim. Və hədiyyələri düzəltmək üçün şirniyyat falan, paketlər falan özüm aldım ki, özüm düzəldim. İçi bol olsun. Çünki bilirsiniz, marketdə satılan hədiyyələrin içində demək olar ki, heç nə olmur. Həm də ki, çox baha olur və hər il ümumiyyətcə belə özüm alıb düzəldirəm. İçini doldururam, istədiklərimi alıb yığıram. Keçən il düzdür, yadıma gəlir ki, hətta böyüklərə də gücüm çatan hədiyyələri düzəldib vermişdim, amma bu il onu edə bilmədim. Daha doğrusu bir tək Fuadın mamasına hazırladım, hədiyyə göndərdim. Fuadın hədiyyəsi ilə bir yerdə, amma digər öz yaxınlarıma, əzizlərimə heç kimə heç nə almadım, heç nə vermədim. Çünki belə danışmışdıq ki, bir-birimizə mən sənə alıb verəcəm, nə sən mənə ver, belə rəşvət olaq da bir sözlə, amma yenə də necə deyim, aldandım. Mən almasam da alanlar oldu mənə hədiyyə. Baldızım bir də qonşumuz mənə hədiyyə alıb. Onu da birazdan göstərəcəm sizə. İstədiyim bir şeyləri alıblar. Çox sağ olsunlar, payları çox olsun. Daim mən də almadım ki, yəni əvəz olmasın. İnşallah əvəzini başqa cür çıxaram. Şərt deyil ki, yəni bugün mən verim hədiyyəmi. Yəni bayram falan hədiyyə vermək üçün bayrama ehtiyac yoxdur. İstədiyim vaxt alıb təqdim edəcəm hədiyyələrimi. Belə qızlar, qonşum həm də ki, həm mənim üçün, həm də Fuad üçün də belə bir hədiyyə alıb gətirib veriblər. Sağ olsunlar, payları çox olsun. Yekə belə hədiyyə qutusudur, içi dolu.
Və elə bu hədiyyəni də mən düzəltdiyim hədiyyə ilə ikisini də bir yerdə göndərdim Fuada. Yəni babası apardı, verdi, gəldi. Çünki ayın 31-nə qədər Fuad gəlməmişdi bizə. 31-ini dedik maması ilə qeyd etsin. Ayın 1-i isə bizdə olacaqdı. Ona görə dedim əvvəldən hədiyyələrini aparıb versin ki, bayram günü sevinsin uşaq, hədiyyəsiz qalmasın. Və əlavə olaraq da belə bir geyim dəsti. Bunu Shorts'ta yəqin ki görmüsünüz. Oyunda qazanmışdım. Yəni orada seçim etmək, istədiyim hədiyyəni seçmək olur və mən də belə bir dəst Fuada hədiyyə də seçmişdim. Yəni oyundan qazandığım hədiyyədir. Bu isə babasının oyundan qazandığı hədiyyədir. Yəni hərəmiz bir Fuada aid bir şey seçmişdik və gəlmişdi. O da qismət yeni ilə təsadüf elədi. Elə qoydum hədiyyələrin üstünə göndərdim ki balamız qışda isti-isti geyinər. Belə hədiyyə, Fuadımın da hədiyyələri bundan ibarət oldu. Və dediyim kimi Fuadın maması üçün də bir şeylər hazırlamışdım. Belə bir çanta almışam Temu'dan. Öncədən sifariş etdim ki, yeni ilə qədər gəlsin. Tam vaxtında da gəlib çıxmışdı. Bir ərəb ətridir, bir də belə bir şampundur. Və elə bunları da paketləyib Fuadın hədiyyələri ilə bir yerdə göndərdim. Dediyim kimi bir tək böyüklərdən Fuadın maması üçün, yəni gəlinim üçün hədiyyə verdim. Başqa da heç kimə verməmişəm hədiyyə. Belə hətta evdəkilərə belə heç nə almadım ki, haqsızlıq olmasın. Öz uşaqlarıma, yoldaşıma falan heç nə almadım ki, yəni haqsızlıq olmasın. Çünki onları alsam, deyirəm ki, sonra ürəyimdə qalacaqdı ki, ay bacıma almadım, ay qardaşıma almadım, ay baldızıma almadım, falan kəsə, falan kəsə. Ona görə də heç evdəkilər də almadım ki, nə də pis olmayım da bir sözlə. Amma ki, baldızım məni heç nə almayacağım deyib aldadı. Hədiyyəmi göndərib bayaq olsun. Belə bir stəkan nəlbəki dəstidir. Bundan istəyirdim almaq. Mən də bilirsiniz qızılı qablar almışam. Bunların sadəsi var məndə. Qonaq falan gələndə istifadə edirəm və demişdim ki, baldızımın yanında demişdim ki, bu dəstdən alacağım ki, dəst olsun da qızılı qablarıma uyğun olsun həmən stəkanlar. O da yadında, yaddaşında qalıb. Alıb mən üçün bundan sağ olsun. Və yenə də Fuad üçün də belə bir hədiyyələr göndərib. Həm bu arada qızlar bu çəkiliş artıq ayın 31-i çəkilib. Buna qədər, bundan öncə gördüyünüz video ayın 30-u çəkilmişdi. Yəni bu hər halda əlimdən də görürsünüz, dırnaqlar falan bayram günüdür. Artıq bəzənib düzənib, hazırlaşmışam bayrama. Belə 31 günü də baldızım göndərdi Fuadımın və mənim hədiyyələrimi, sağ olsun. Belə bir qəşəng köynək alıb Fuada nənəsi, o da nənəsi sayılır da. Ki toya daha doğrusu məndən soruşmuşdu ki, nə alım, bilmirəm, yəni ölçü olaraq, yəni nə alım, ümumiyyətcə kömək eləsən yaxşı olardı. Mən çox dedim ki, alma, ehtiyac yoxdur, axı gördüm israr eləyir və belə bir mən məsləhət gördüm ki, yəni toya bayrama giyinməyə, yəni gündəlik giyinməyə, çölə bayra giyinməyə geyimi çoxdur, toya giyinməyə azdır, köynək alarsan. Sağ olsun aldı və əlavə olaraq belə bir fincan alıb, yeni il temalı. Bir də bir torba, yəni bir paket dolu abur-cuburlar, şirniyyatlar falan alıb göndərib, sağ olsun. Bunları da elə bu hədiyyələrdən, digər hədiyyələrlə bir yerdə göndərdik Fuada. Mən də elə bir uşaq kimi açıb bir baxıram, bilməm, yəqin ki, hər kəs belədir. Nə qədər yaşımız çox olsa da bu hədiyyə qutularının içindən nə çıxacaq deyə marağı həmişə adama maraqlı gəlib. Ona görə də elə bir özümdə həm video çəkərək, həm də dedim özümdə baxım görüm nələr var. Uşaqlıq hissim oyanıb burada. Bunu alanda baldızım mən yanında idim. Bu su pipetləridir, yəni sok çöpləri belə deyək, yeni il temalı.
Hə, bu şirniyyat yox, amma belə şeyləri bir yerdə almışdıq. Mən də almışdım, o da almışdı. O da şardır. İçinin hətta dolduranı da var idi. Belə bir aparatı var şarları doldurmaq üçün. Sonra belə bir ikili çay qaşığıdır. O da yenə də yeni dekoru, yəni temalı. 2 dənə qəşəng corab idi. Bir də belə bir puzzle almışdı. İçində 4 fərqli puzzle'lar var. Uşaqlara belə şeylər maraqlı olur oynamağa. Belə qızlar, bu da Fadımın Ceyran nənəsindən, Ceyran yox, yəni Sevildir əsl adı, Sevil nənəsindən hədiyyədir. Ceyran ləqəbidir baldızımın, amma əsl adı Sevildir. Arada baldızımın da adını görmüsünüz, amma adını da bilmiş oldunuz. Hərdən biz SS bacıları deyirik, Sevinç, Sevil bacıları. Hərdən gülmək üçün də deyirik Hüseynova bacıları. Düzdür, mən onu ləqəbi ilə çağırıram ilk gündən, yəni tanıdığım gündən adını elə Ceyran deyərək çağırıram. Çünki hər kəs ona Ceyran deyirdi. Mən də elə vərdiş etmişəm. Heç vaxt ona Sevil çağırmamışam, ya Seva kimi belə ad çağırmamışam. O mənə Sevoş deyir, Seva deyir, Sevoş deyir. Mən ona Ceyruş deyirəm. Ceyran deyirəm. Hə, yəni öz adıyla heç vaxt çağırmamışam baldızımı. Belə qızlar, bu da qonşumun hədiyyələridir. Bugün bu köşədən videomu çox görəcəksiniz. Ən çox çəkilişləri bu köşədə etmişəm. Yəqin ki, bezmərsiniz bu köşəni görməkdən. Və belə bir maraqlı bir məqam baş verib. Deməli, bu hədiyyələri ilk öncə qonşum hədiyyələri vermişdi. Və belə 2 dənə mənə limon qabı alıb. Gördünüz də, bəyək baldızımın da aldığı stəkanlar eyni bu dəstəndir. Yəni bilirdi ki, limon qabıya ehtiyacım var. Hətta vloglarımın birində demişdim sizə, yadınıza gəlirsə ki, o limon qabı istirdim almağa, amma ayaqlı da, yəni yox idi. Ona görə də rozetkalar aldım. Rozetkaya da ehtiyacı var idi. Və mənə yadında qalıb qonşumun, ona görə limon qabı alıb 2 dənə. Bir də belə bir fincan alıb mənə. Zövqümü bilərək xüsusilə sarı rəngdə seçib. Çünki bilir ki, sarı rəngi çox sevən birisiyəm. Həm də ümumiyyətcə fincan sevən birisiyəm. Ona görə də hər ikisinə diqqət edib bunları almaqda. Deməyim odur ki, qızlar o bir-birlərindən xəbərsiz. İkisi də istədiyim bir şeyləri alıb da. Biri limon qablarını alıb. Digər hədiyyələr də oldu. Yəni əsas o məqam mənə maraqlı gəldi ki, bir-birlərindən xəbərsiz necə də eyni dəst alıblar. Biri isə eyni onun stəkan nəlbəkisini alıb. Bayları hər ikisinin çox olsun, canları sağ olsun. İnşallah ki, bunlar məndə qalmaz, əvəzini çıxarım. Və belə yenə bir sarı aşiqi olaraq qazanımı çıxartdım ortaya. Dedim elə yeməyimi başlayayım hazırlamağa. Bilirsiniz, öncədən dolmalarımı büküb qoymuşdum buzluğa ki, bayram gününə işim ağır olmasın deyə. Ümumiyyətcə belə bilirsiniz, dəfələrlə demişəm, çalışıram ki, öz işimi asanlaşdırım hər zaman. Belə bu büküb dolmaları öncədən qoymaq mənə avantajlı olur da, çox rahat olur. Çıxardıb həmən günü bayram olacaqsa, ya ad gün olacaqsa rahatlıqla, yəni digər işlərimi görməyə də vaxtım olur da, hamısını bir günə salıb özümü çox yormuram. Və müəyyən hazırlıqlarımı öncədən edib qoymuşdum buzluğa və bugünkü günü, bayram günü asanlıqla belə çıxardıb hamısını. Düzdür, bir neçə saat öncədən çıxartdım ki, donu açılsın ki, bir-birinə yapışma falan olmasın da, çətin olmasın ayırmaq bir-birindən. Və öncədən hazırladığım dolmaları da belə yığdım qazana, qoydum bişsin. Yəni ilk işim bu oldu.
Və yeməyi elə ocağa bişməyə qoyduqdan sonra keçdim qabları da yudum. Çıxan qabları dedim çox yığılmasın üst-üstə. Ona görə çıxdıqca bir-biri yuyub yığırdım ki çox yığılmasın qablar. Belə qızlar, qablarımı da yuduqdan sonra aşı plovu dəmlədim. Döşəmə plov hazırladım. Bu dəfə nəsə aşqaralı plov həm istəmədi evdəkilər, həm də nəsə elə dedim tez bazar olsun deyə Asana qaçdım. Döşəmə plov hazırladım. Və salatlarımı isə bir gün öncədən hazırlamışdım qızlar. Yəni ayın 30-u axşamdan hazırlayıb qoymuşdum soyuducuya. Ki yenə də dediyim kimi bugün yəni gördüyüm iş cəmi bu aşı plovu dəmə qoymaq oldu da bir sözlə. Bu da yəni bir gün öncədən çəkmişəm. Belə nələr hazırlamışam. Deməli mimoza salatıdır. Bunu ən çox bizdə uşaqlar sevir deyə tez-tez demək olar ki, hər bayramda, hər ad gündə bu salatı hazırlayıram. Daha sonra yeni il süfrəsinin olmazsa olmazı paytaxt salatıdır. Və yenə buraçın salat hazırladım. Bunu ən çox özüm sevirəm deyə xoşlayıram. Ona görə özüm üçün hazırlayıram və sarımsağı çox cüzi vururam həmişə buna ki,
Yəni çox da sərt olmasın sarımsağı. Bir də salatların kartofundan, yəni yumurta, kartof, kök belə şeylər qalmışdı. Bir dənə də belə bir rulet salat ruleti hazırladım. Və dedim elə 4 cür salatımız oldu. Daha doğrusu bir salatı da təxirə saldım. O isə rəngli biber salatı idi, tərəvəz salatı. Onu isə hazırlamadım. Daha gördüm ki, yeməklər çoxdur. Dedim o da qalsın. Bunlar bitəndən sonra hazırlayaram. Onun da içliklərin hamısını qaynadıb qoymuşdum, amma yəni hazırlamadım da, bir sözlə qoydum soyuducuya. Daha sonra keçdim süfrə hazırlığına. Dedim süfrəni açım, hazırlayım, dekorlarım falan düzüm. Daha sonra keçərəm bu salat falan hazırlamağa da, süfrənin hazırlıqlarını etməyə. Və çalışmışam qızlar ümumiyyətcə hər bir şeyi detallı çəkimsə. Yəni yola verdi videosu olmayıb da. Çox əmək, zəhmət çəkilib bu videoya. Ona görə də istəyərdim ki, daha doğrusu qiymətləndirəsiniz bu videonu, təbii ki, bəyənirsinizsə əgər. Həqiqətən də böyük əziyyət çəkmişəm bu videonu hazırlayınca, çəkincə, montaj edincə. Və ümid edirəm ki, bir like haqq edir bu videom, bu vlogum. Hərənizdən bir like gözləyirəm. Həm də video ilə bağlı fikirləriniz də çox maraqlıdır. Yəni ümumiyyətcə qızlar, bilmirəm, diqqət etmisinizsə, yəni təkrarçılıq olmasın, videolarıma ümumiyyətcə çox zəhmət sərf edirəm. Amma nədənsə elə də dəyərləndirilmir. Nə qədər çalışsam da, yəni keyfiyyətli, maraqlı videolar çəksəm də bir ki, qiymətləndirilmir də. Bu da məni həvəslə, motivasiyadan salır. Hərdən elə getməyi də düşünürəm, amma yenə nəsə qarşıma alır. Çünki necə deyim, həm bura qazanc mənbəyimdir mənim, həm də ki, bir növ deyək ki, hobbidə başımı qatıram bu işlə mən. Ona görə də getmək mənə biraz belə çətin olar. İstəyərdim ki, yəni qalmağımda da sizin, necə deyim, siz məni belə deyək ki, daha da həvəsləndirəsiniz ki, mən bu YouTube'dan soyumayım, qaçmayım bir sözlə. Və yəni elə bir çətin bir şey deyil. Əgər doğrudan da maraqlıdırsa sizə mən bu vloglarımı izləməyə, dəstək olun da, bir like orada etmək, yəni videonu dəyərləndirmək çətin bir şey deyil məncə. Və ümid edirəm ki, məni sevən, mənə dəyər verən izləyicilərim, mənim bacılarım bu yeni ildə yeni uğurlar əldə etməyə kömək olacaqlar. Biz axı bir ailəyik, necə deyim, YouTube da mənim bir ailəmdir artıq. Yəni mən belə, ən azından belə hiss edirəm və ailə bir-birindən etməlidir, dəstək olmalıdır hər zaman. Və o dəstəyiniz sayəsində bir ailə olaraq irəliyə doğru gedəcəyik, zirvələrə, uğurlara doğru gedəcəyik inşallah. Və mən də bu Sevincli Günlər kanalının sahibəsi öz ailəsini məmnun etmək üçün əlindən gələni edəcəm. Və təbii ki də sizin dəstəyiniz sayəsində inşallah. Və belə qızlar, süfrəmizi də bəzədim. Qaldı digər hazırlıqlar. Onu da sizinlə bir yerdə keçib indi mətbəxdə hazırlayarıq. Və son görünüş belədir. Qonaq otağımızı bəzəmişəm yeni il bu havasında. Bu arada qızlar, bu proyektoru unutmuşdum sizə keçən dəfə göstərməyə. Yəni evi dekor edəndə, yeni il dekoru hazırlayanda onu göstərməmişdim. Belə çox gözəl divara vurur, qar dənəcikləri, gözəl bir görüntü yaranır. Nəysə, keçdik indi də mətbəxə, digər hazırlıqlarımızı etməyə. Və burada şərhi dayandırıram qızlar, ardını şərhsiz izləyin. Sadəcə olaraq musiqi qoyacağım ki, çünki həm çox yoruldum, həm də bayaqdan bu video həqiqətən də çox yordum məni. Bayaqdan mən neçə saatdır montaj edirəm, hələ də bitmək bilmir. Bu arada bəlkə də irad tutanlar olacaq. Yadıma düşmüşkən deyim ki, ay bəs uzun dırnaq sevmirdiniz, anti-sanitariyadır falan belə şeylər deyirdiniz. Amma indi nə yaxşı özünüz uzun dırnaqdasınız. Yəni bu dırnaq qızlar bilir, məni izləyənlər bilir ki, mən özəl günlərdə
taxma dırnaqlar qoyuram. Yəni süni dırnaqlardan istifadə edirəm. Öz dırnağım yoxdur da. Vəbşi dırnaq deyilən şey yoxdur məndə. Ancaq belə özəl günlərdə təzə dırnaqlar qoyuram və yəni o gündən sonra çıxardıram, yenə də öz normal dırnaqlarımdan istifadə edirəm. Yəni normala dönürəm də belə bir sözlə. Ona görə də bu təzə dırnaqlardır. Burada heç bir antisanitariya ola bilməz. Yəni dedim ki, bilmiş olasınız ki, mənə irad tutmayasınız. Belə qızlar, şərhi burada dayandırıram. Birazdan ehtiyac olduqca davam edərik yenə də.
Kızlar, neyinirsiniz? Hələ izləyirsiniz. Bura qədər kimlər izləyibsə bir smaylik atsın. Görüm məni sona qədər izləyənlər kimlərdir. Deməli qızlar, belə zarafat eləyirəm. Yəqin ki, hər kəsə əgər maraqlıdırsa sona qədər izləyəcək. İzləməyəndə canı sağ olsun. Və belə qızlar, hazırlıqlarımızı da etdim. Dəqiq süfrəyə hazırladıqlarımızı yekunlaşdıraq süfrə hazırlığına. Bilirəm vlog uzun oldu, amma bu dəfə çalışdım bütün detalları ilə çəkim sizin üçün. Yəni heç bir kadr çalışmışam ötürməyim. Hər bir şeyi dəqiqliklə çəkdim. Bilirəm ki, bu belə videoları sevənlər çoxdur, ona görə də çox özənlə yanaşdım bir sözlə bu vloga. Düşünürəm ki, sıxılmadan bura qədər izləmisiniz. İnşallah ki, davamını da izləyərsiniz. Çünki hələ bitməyinə hardasa bir 10 dəqiqə var. Elə təsəvvürləyin ki, hansısa bir kino qoşmusunuz, film qoşmusunuz və yaxud serial qoşub izləyirsiniz. Arada reklamlar gəlir. O reklamlardan istifadə edib özünüzə çay falan da süsə bilərsiniz. Və yenə də izləməyə davam edə bilərsiniz. Belə, təbii ki, zarafatdır qızlar. Sıxıldığınız zaman saxlaya bilərsiniz videonu. Baxmağa məcbur deyilsiniz. Və belə danışın görək qızlar. Siz yeni ili necə keçirdiniz? Nələr hazırladınız? Hara getdiniz? Ümumiyyətlə, keçən illə bağlı təəssüratlarınız necədir? Rəylərdə biraz söhbətləşək, dərdləşək. Mənim məsələn, keçən illə bağlı təəssüratlarım pis deyil. Çünki mənim üçün ağrısız, acısız, itkisiz keçən il gözəl sayılır. Çünki hardasa demək olar ki, 2023-ə qədər mən demək olar ki, bir neçə il ard-arda itkilərlə, ağrı acılarla keçirtdim illərimi. Ona görə də yəni xoşa gəlməz illər oldu. Mənim üçün yaddaşımda çox xoş qalmayıb da bir sözlə. Ona görə də belə illər mənə, yəni bu 2025 stabil keçdi, sabit keçdi deyə yaxşı sayılır mənim üçün. Çünki itki olmadı ən azından, şükür. Salamatçılıq oldu. Xoş xəbərlər də olmasa, ən azından bəd xəbərlər də, pis xəbərlər də eşitmədik. Yəni normal sayılır. Sülh oldu, əmin-amanlıq oldu, müharibə olmadı. Ona görə yəni düşünürəm ki, mütləq deyil ki, ilin gözəl keçməsi üçün nəsə əldə edəsən və yaxud ev aldım, yəni imkanım artdı. Bunlar mənim üçün şərt deyil heç biri. İlin gözəl olması, dediyim kimi, itkisiz, ağrısız, acısız keçirsə, bu mənim üçün ən gözəl illərdən biridir. Və 2025 mənim üçün həmən illərdən biri oldu. Razı qaldım demək olar. Və inşallah ki, bunu üzümüzə gələn illəri də ən azından bu qədərini gözləyirəm. Heç nə gətirməsini istəmirəm. İtki falan olmasın, ağrı acı olmasın, bizdən heç nə almasın, verməsə də olar. Heç nə verməsə də olar, belə deyək. Və ümumiyyətcə belə düşünürəm ki, bir insan həyatında hər şey öz yolunda, öz qaydasında gedirsə, bu elə milyonlara dəyər, var dövlətə dəyər məncə. Məsələn, ailən, sevdiklərin yanındadırsa, huzur içində yaşayırsansa, dərdin, problemin yoxdursa, bu elə sən dünyanın ən zəngin adamı sayılırsan zaten. Ona görə də mən həmişə, təbii ki, ildən heç nə gözləmirik. Dediyim kimi, nə gözləyiriksə Allahdan gözləyirik. Allahdan tək diləyim hər zaman ailəmin huzur içində yaşamağı, sağlıqlı olmağı. Yəni bunlardan artıq heç nə istəməmişəm. Ay var dövlət ver mənə, ay imkanım olsun. Belə təbii ki, imkan olmağı da şərtdir. Çünki bilirsiniz, bir çox problemlər, dərdlər imkanla əlaqəlidir. Yəni problemləri çözmək üçün, o problemləri həll etmək üçün təbii ki də maddi imkan da lazımdır. Ona görə də yəni necə deyim, Allah özü bildiyi qədər yetirsin ki, istəklərimizlə imkanlarımız üst-üstə düşsün.
Və elə bu ildə hər kəsə də arzuladığım arzular bunlardır. İnşallah ki, Allah sizə çəkilməz dərd verməsin, böyük dərd göstərməsin. Huzur içində, dinclik içində yaşayın, xoşbəxt olun, sevincli günləriniz çox olsun. Mən axı nə edim, necə edim sözü deməyəsiz heç vaxt. Və Allaha açdığınız əlləriniz, xoş niyyətlə açılan əlləriniz heç vaxt boş qayıtmasın. Çarəsizlikdən edilən dualar qəbul olsun inşallah. Bir sözlə bu il ancaq gözəlliklərlə gəlsin hər kəsə. Amin, amin, amin. Nəvəli qızlar, süfrənin də son hazırlıqları demək olar ki, bitirirəm. Birdən yadıma düşdü ki, buzluqda mən bayram üçün birinçiklər də hazırlamışdım. Onları da çıxartdım, tez qızartdım ki, qoyum süfrəyə. Bəzən mənə sual verilir ki, həddən artıq çox yemək hazırlayırsan qonaq falan gələndə. Düzdür, hər şeydən az hazırlayıram. Məsələn, gördüyünüz birinci çox hazırlamışam, amma süfrəyə gedəcək qədər qızartdım, qoydum. Yəni yeməyin həmişə demişəm, çox bişirib qoymağımın ziyanı yoxdur. Çünki tənbəllik edirəm bəzən yemək hazırlamağa. Ən azından bilirəm ki, sabahsı günə də yeməyimiz olacaq. Ona görə də çoxun ziyanı yoxdur. Belə qızlar, elə süfrəni tamamladım və oturduq, artıq axşam üstüdür. Öz ailəmizdə ancaq burada heç kim yoxdur, heç kim gəlməmişdi. Yəni 3 oğlum, yoldaşım mən, daha doğrusu bir oğlum gec gəldi. İşdə olduğuna görə gələ bilməmişdi. Kiçik oğlum işi ilə əlaqəli gec gəldi, amma yəni gəldi də, sonra süfrəni yığışdırmamışdım, sonra yetişdi. Və belə ümumiyyətcə saat 12-yə qədər heç süfrəni də yığışdırmadım, qaldı. Dedim, qoy elə süfrəmiz açıq, bollu, bərəkətli girək yeni ilə. Və belə. Daha sonra düzdür, biraz sonra qonşularımız da gəldi. Ona qədər biraz belə darıxdırıcı, sıxıcı keçirdi. Amma qonşularımız gələndən sonra biraz əyləncəli keçdi, güldük, danışdıq. Çox maraqlı bir günün sonu, çox maraqlı keçdi bir sözlə. Daha sonra 12-ni gözlədik elə bizdə. 12 tamamdan da sonra, yəni 12 tamama yaxın çıxdıq hamımız həyətə ki, atəşfəşanlığa da baxmağa, həm də özümüzdə də var idi. Fişəng, onu partlatmağa çıxdıq və elə çıxanda gördük, bütün qonşular çöldədir. İndi videonun ardında görəcəksiniz, hamımız bir yerdə yığışdıq. Fişənglərimizi partlatdıq, daha sonra kollektiv şəkil çəkdirdik qonşularla. Çox maraqlı idi həqiqətən də. Belə günün sonuna yaxın o yeni il abu-havasını, bayram abu-havasını daha doğrusu hiss etdim. Yadda qalan bir gün oldu bir sözlə. Və çox əyləncəli bir sonluğu ilə yeni ilə keçid etdik. Belə videonu da burada sona yaxınlaşır artıq. Buradan artıq sonra çıxırıq həyətə. Davamlı ilə həyətdə görəcəksiniz. Mən isə sizinlə burada sağollaşım. Siz isə videonu izləməyə davam edin. Və inşallah ki, videomu sona qədər sevərək, bəyənərək izlədiniz. İzlədiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Öpürəm hər birinizi. Növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Bir daha yeni iliniz mübarək olsun. Bir yandım ki, hamısına ayrı-ayrılıqda baxaq. Partladırlarmış onu.
Ne oldu? Yeni il oldu ha? Bak bu sana lan. Ha, ne oldu? İl değişti sonra. Katliam başlıyor. Ay. Ne geçer. Orada o tarafta atın var.